Bismillahirrahmanirrahim. Bu tarixdə doğulanlar planlarını heç kimə deməməlidir. Bəli, astrolojide belə bir fikir var ki, bəzi tarixlərdə doğulan insanlar planlarını heç açmamalıdırlar. Çünki enerjiləri tez gözə gəlir. Planları tez deyildikcə motivasiya və axın zəifləyə bilər. Həssas aura, kənar tərəflərdən daha çox təsirlənə bilirlər. Sakit işləyəndə daha uğurlu olurlar. Nəticəni göstərmək prosesi yox, xüsusilə bu xüsusiyyət güclü olur. Şir, xüsusən iyul sonu doğulanlar, əqrəb, balıq, sənin doğum tarixinə görə planı içində saxlayanda daha sürətli reallaşır. Çox danışanda gecikmələr arta bilir. Səssiz hərəkət, güclü nəticə. Ən doğru strategiya, az danış, çox et. Nəticə özü danışsın. Bəs doğum günləri hansılardır? Astrologiya görə planlarını çox paylaşmaması tövsiyə olunan doğum tarixləri adətən enerji baxımından həssas və tez gözə gələn günlər sayılır. Ən çox vurğulanan tarixlər iyul, 23 iyul, 29 iyul, 31 iyul. Oktyabr, noyabr, əqrəb enerjisi, 27 oktyabr, 4 noyabr, 11 noyabr, 18 noyabr, fevral, mart, balıq enerjisi, 19 fevral, 29 fevral, 3 mart, 12 mart. Bu tarixlər doğulanlar üçün səbəb plan enerjisi tez dağılır. Paxıllıq və kənar təsirlər həssas olurlar. Səssiz işləyəndə daha sürətli uğur gəlir. Xüsusilə güclü qayda, plan hazır olana qədər yalnız ən güvəndiyin bir nəfər bilsin ya da heç kim.